Bu yeni iPhone 17 Pro Max-dır. Bəli, hələ sentyabrda təqdim ediləcək, amma biz ona artıq indi baxa bilərik. Videonu bəyən, kanala abunə ol. Bu dəfə iPhone bir neçə hissədən ibarət hazırlanır. Çünki artıq şüşə yox, alüminium materiallardan istifadə ediləcək. Bəli, titan korpusdan imtina edirlər və yenə alüminium korpusu hazırlanacaq. Bunun əsas səbəbi cihazın daha yüngül, daha sərfəli və istiliyi yaxşı ötürən olmasıdır. Çünki əvvəlki modellər çox qızırdı. Arxa hissədə yenə də şüşə olacaq ki, siz ödəniş və maqnit funksiyalarından istifadə edə bilərsiniz. Kameralara gəlincə, onlar bir qədər çıxıqlı görünür. Bu da səbəbsiz deyil. Artıq hər biri 48 megapikseldir və kamera arasında keçid daha hamar baş verəcək. Biraz təəssüf ki, 17 Pro Max 16 Pro Max-dan daha qalın dizayn ediləcək. Çox güman bunu model arasında fərq artırmaq üçün ediblər. Əlavə olaraq, yeni iPhone eyni halda həm ön, həm də əsas kamera ilə video yazmağa imkan verəcək. Android istifadəçilər, bu bizdə çoxdan var deməyə hazırlaşırsınız, yoxsa qısqanmağa başlayırsınız? Bu il seçim etmək çətinləşir. Görək 17 Pro Max olaq, yoxsa sadə 17? Mən bu iPhone-lar çox güman ilk alanlardan biri olacağam. Siz hansı modeli bəyəndinizsə şərhlərdə yazın, səhifəyə takip atıb video bəyənin.